Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı sizinlədir. Aparıcınız mən 6A sinif şagirdi Qurbanzadə Zəhra. Mövzumuz ilk Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun həyatı və keçdiyi döyüş yoluna həsr olunur. Qəhrəmanlar unudulmur, xalqımız öz övladlarını hər zaman xatırlayır. Məhz belə qəhrəman oğullarımızdan biri də İsrafil Məhərrəm oğlu Məmmədovdur. İsrafil Məmmədov 1919-cu ildə martın 16-sında Şəmkir rayonu Qapanlı kəndində anadan olmuşdur. Kirovabad Sənaye Texnikumunu bitirmiş və buradakı toxuculuq kombinatında çalışmışdır. 1939-cu ildə hərbi xidmətə çağırılmış, Böyük Vətən müharibəsinin başlanmasını cəbhədə qarşılamışdır. 1941-ci il iyulunda ona baş serjant rütbəsi verildi. Əvvəlcə o taqım komandiri kimi xidmət etmiş, sonradan isə bölük komandirinin köməkçisi təyin olunmuşdur. 2 dekabr 1941-ci ildə ona kiçik leytenant rütbəsi verilir. 3 dekabr 1941-ci il tarixində onun rəhbərlik etdiyi 20 nəfərlik dəstə Novqorod yaxınlığında İlmən gölü ətrafında əhəmiyyətli yüksəkliyin Alman ordusunun taburuna qarşı qorunmasını təmin etmiş və 10 saat davam edən döyüşdə düşmənin 300 nəfər canlı qüvvəsini məhv etmişdir. Təkcə İsrafil Məmmədovun bu döyüşdə 70 əskər və 3 zabiti məhv etdiyi bildirilir. SSR Ali Sovet Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə komandalığın verdiyi döyüş tapşırığının nümunəvi icrasını və Alman işğalçılarının qarşı mübarizədə göstərdiyi rəşadat və qəhrəmanlığa görə İsrafil Məmmədova Lenin ordeni və Qızıl Ulduz medalı təqdim edilməklə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. 15 dekabrda isə orden və medal ona elə döyüş meydanında təqdim olundu. Bununla da bu adı alan ilk Azərbaycanlı oldu. Füzuli Hüseynovun dayısı Sovet İttifaqı qəhrəmanı olan zaman az yaşlı olsa da, onunla bağlı anasından eşitdiyi xatirələri danışarkən kövrədir. Anam deyir ki, İsrafil birinci dəfə Gəncəyə gələndə bütün şəhər onu qarşıladı. Bədənində 60-dan çox qəlpə yarası var idi. Döyüşə qayıtmasına icazə verilməsinə baxmayaraq, o ciddi israrla yenidən cəbhəyə qayıtdı. İsrafil Məmmədov döyüşlərdə bir neçə dəfə yaralanıb, sonuncu dəfə isə yarası ağır olduğu üçün onu vətəninə göndəriblər. O zamanlar 5 yaşlı olan Füzuli Hüseynov dayısı ilə son görüşünü belə xatırlayır. İştirak etdiyi sonuncu döyüşdə boğazından güllə yarası almışdı. Bizə gəlmişdi. Qucağında otururdum. Anam nə qədər ona yemək təklif etsə də, boğazını göstərib, yeyə bilməyəcəyini deyirdi. Müharibə illərində yaralı olduğu vaxtlarda onu qulluq edən Yevtokya adlı bizə gəlmişdi. Qucağında otururdum. Anam nə qədər ona yemək təklif etsə də, boğazını göstərib, yeyə bilməyəcəyini deyirdi. Müharibə illərində yaralı olduğu vaxtlarda ona qulluq edən Yevtokya tibb bacısı ilə ailə quran İsrafil Məmmədovun əkiz qız övladı da dünyaya gəlib. 1943-cü ildən İsrafil Məmmədov döyüşlərdə aldığı yaralar səbəbilə ordudan tərxis olunaraq ehtiyata buraxılmışdır. Ömrünün qalan hissəsini Kirovabada, indiki Gəncə şəhəri yaşamışdır. Azərbaycan Komsomol Gənclər Təşkilatının Mərkəzi Komitəsində çalışmışdır. Füzuli müəllim deyir ki, 1946-cı ildə dayısının yarası ağırlaşanda müalicə üçün onu Yaltaya aparsalar da elə həmin günün səhəri orada vəfat edib. Nəşinin Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə göndərildi. 1 may 1946-cı ildə Yaltada müalicə olunduğu hərbi hospitalda vəfat etmişdir. Onun cənazəsi xüsusi təyyarə ilə Azərbaycana gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün o vaxt Lenin Parkı adlanan indiki Xan bağında torpağa tapşırıldı. Büstü də elə burada ucaldılıb. Qəhrəmanın ev muzeyi də Gəncədə yerləşir. Muzeydəki 4 bölmədə İsrafil Məmmədova aid 600-dən çox eksponat, onun döyüş yolunu, həyatını əks etdirən 161 ədəd fotoşəkil
müxtəlif müəlliflər tərəfindən yazılmış kitablar və qəhrəmanın şəxsi əşyaları sərgilənir. Dəyərli radio dinləyicilərimiz, bizə ayrılan efirin sonuna gəldik. Növbəti efirlərdə görüşənədək sağ olun, salamat qalın.